Bəziləri dünyada ikən qəlblərində şübhə binası tikiblər. Şübhə binası tikiblər. Deyir, o bina öləndə dağılacaq, qiyamətdə dağılacaq. Elə bir bina tikiblər ki, şək şübhə, daha şübhədən çıxa bilmirlər. O yalnız öləndə gələcəklər, görəcəklər həqiqətləri, o şək binası darmadağın olacaq. Ona görə birinci mərhələ şəkdir, ikinci mərhələ reybdir, üçüncü mərhələ tərəddüddür, dördüncü mərhələ şək şübhə binasıdır. Biz belə məsələlərdə gələk baxaq görək ki, şək deyilmi? Yoxsa həqiqətən anlamışıq məsələni. Əgər Allahın varlığına elmün, məarifün, mərifətün varsa, yəqinin varsa, o Allahın adlarından da biri nədir? Ənisdir, munisdir. Ünsiyyət quran Allahdır. Əgər o səndən ünsiyyət qurursa, sən haqq olduğun təqdirdə səndən üst çevirirlərsə, sən narahat olmamalısan. Sən narahat olmamalısan. O Peyğəmbər tapşırır səhabələrdən birinə. Dünya hamısı bu tərəfə. Əli bu tərəfə getsə, sən Əlinin arxasıyla getkinə. Heç sən narahat olma ki, narahat olma. Çünki bir vaxt hamı dünya qayıtacaq Əliyə tərəf. Bir vaxt İmam Zamana qayıdış Əli Əmirül-Mömininə qayıdışdı. Əlinin ədalətinə qayıdışdı. Əli əleyhissalamın ədalətinə qayıdışdı. Peyğəmbərin özünə qayıdışdı.